Küləkli havada da bəzən dənizə gedənlər olur. Təəssüflər olsun ki, bu da əksər vaxtlarda faciə ilə nəticələnir. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə dənizdə, özü də nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub. Batma təhlükəsi ilə üz-üzə qalan 3 nəfər xilas edilib. Amma təəssüflər olsun ki, 13 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb, onun sadəcə cansız bədəni sudan çıxarılıb. Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edir. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə və küləkli hava şəraitində dənizə girməməklə bağlı çağırış edir. O çağırışı gəlin bir də sujet üzərindən izləyək. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Suraxanı rayonu Hövsan qəsəbəsində ən yaxın sularda xilas etmə məntəqəsindən 1 kilometr aralı dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilas ediciləri axtarışlara cəlb olunub. Dalğıc xilas edicilər tərəfindən həyata keçirilən operativ xilas etmə əməliyyatı sayəsində vətəndaşlar 1985-ci il təvəllüdlü Əliyeva Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas edilib. Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyidi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumatda dəfələrlə vurğulanır. Amma təəssüflər olsun ki, bu məlumatlara, bu çağırışlara bəzilərimiz əməl etmirik. Fikir vermirik, əhəmiyyət vermirik. Hər şey küləkdir də, əsir-əsir heç olmaz deyib dənizə yollanırıq. Bu azmış kimi bir də nəzarətsiz ərazidə gedirik çimməyə. Şükürlər olsun, yəni kifayət qədər çimərliklərimizin sayı çoxdur, kifayət qədər həmən ərazilərdə xilas edicilər var və kifayət qədər təhlükəsiz olan yerlər də var. Amma bilmirəm, niyə və nə baş verir ki, biz bu cür təhlükəli yerlərdə özümüzü bir növ təhlükənin üzrə qoyuruq. Və sanki, bilmirəm, niyə belə olur, amma təəssüflər olsun ki, il başlayandan artıq neçənci vətəndaşımızdır ki, məhz dənizdə suya qərq olur, həyatını itirir və beləcə ailələr faciə ilə üzləşirlər. Amma bu faciə ilə üzləşməməyimiz üçün mütləq şəkildə müvafiq qurumların, müvafiq təşkilatların, nazirliyin verdiyi bax bu kimi çağırışlara mütləq şəkildə əməl etməliyik.